Siz burada aşk, siz burada teknoloji, siz burada oligark, siz burada ajlarla karşılaşabilirsiniz. Dikkat, uyarı var. Neyse, hayatım hoş geldiniz. Welcome to Velizar Live. Adım Velizar, lakabım Deli Giddar. Hara Velizar yazsanız, beni taparsanız hamınızı yaladım yuttum. Dik tuttum hayatım. Ekrana basanlar, ekrana tıklayanlar, basanlarımızı ve tıklayanlarımız daimi bol olsun. Basan ellerinizi, parmaklarınızı yaladım, emcükledim. Çok teşekkür ederim. Birden böyle hediyeyi atanları ekstra yapıyorum. Hediye atan canlarımdır. Onlar yayınımız sponsorları olduğu için onları ekstra çok seviyorum. Çok teşekkür ederim. Çok sağ olun. Aha. Ay neyse canım. Ay yine hoşbeht bir cevapla uyandım bilirsiniz. Hoşbeht cevaplarla uyanırız her gün. Maşallah Allah nereden bile hoşbeht cevaplarla uyanar. Ve 10 günün şerefine 10 günü dedim kız. 10 günü tatilin şerefine bilirsiniz neden bahsediyorum. 10 günün şerefine gelsin o zaman. DJ! Ya Allah'ın cezası televizyon zehri. DJ'in maaşını iyi vermemişim. Dur. Ay 10 günün şerefine gelsin kız. DJ! Açal da DJ! 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 Bu DJ başı işler bile. DJ! Aslında kısa gayri market var. Allah'ın cezası televizyon sana ne tarz zehirlem getir gerçekten DJ. Kız DJ. Üf, dur. DJ nasıl şey olur? 10 günün şerefine gelsin bu mana. Ay DJ. DJ. Allah'ın belası. Neyse 10 gün tatilin şerefine gelsin. Bu 10 en sevdiğim rakam oldu gerçekten. Keşke 30 olaydı. Keşke 60 olaydı. Hayatım bu devir, bu dünya karmadır. Haberiniz olsun. Gülme aheste, gülme dostuna şeyine gelir başına aheste neyse. Güya atalar sözü diyeceydim. Çarpık çırpık bir şey dedim. Neyse 10 günün şerefine gelsin. So high, feet on the ground, but I still get by. Rules were made for someone else to try, but not me, not me. They said slow down, son, take your time, but I was born running every stop sign. Sky is the limit, no chance to hold. Feet of flame. Every scar reminds me why I came. Her neyse canım benim 10 günün dansı olsun bu. Bütün TikTok ehli, bütün Azerbaycan sevinir bu hoş haberle. Gerçekten çok mutluyuz, çok onurluyuz. Bu dünya karma dünyası hayatım. Gülme dostunun başına aheste aheste gelir o balta döner sap döner. Ha? Yeme mazlumun. Yeme mazlumun ahını çıkar azlum rahı dağıldar. Oradan da atalar sözü deyip ki ay boşa çınar. Yalnız gelip dolanma diye atalar bilirsiniz. Değil mi kız? Neyse. Ataları karıştırdım biraz. Atacıkları karıştırdık. Mat kalmış. Ay mat kalmışım, at kalmışım. Onun baba yadigarında at kalmışım. Gerçekten. Az ekrana basın çok teşekkür ederim. Ay bugün bu arada çekilişin son günüydü. Yadınıza düşür biz Metropol'da 2 neferli pulsuz zaftırk hediyelenmiştik kız. Metropol sahibi buradan Elekber Bey'e, Anar Bey'e, Metropol tüm işçilerine, müdüriyetine çokluk kan. Ben dedi ki Velizar izleyicilerinden en son videoya geçe yoruma en çok hansı kalp gelerse yoruma like verirlerse ona 2 neferli pulsuz Metropol'da kahvaltı ile mi kız?
Bu arada sabahtan itibaren de Metropol'da 2 neferlik kahvaltı 30 manat tatlım. Sevgililerinizi de götürün gidin o ajniyak sevgililerinizi. Caferzade çok da çok ederim. İndi biz birazdan seçelim. Bir de Hengel neydi kız o? Hangelation. Hengelation Akşehir'deki mi? Evet. Ha Hengelation'a da 2 neferlik pulsuz şey yemek içmek gidin yiyin için geçin 200 manat kız her şeyi sipariş edin. Yemeseniz bile sipariş edin masanız dolu Az görünsün. olaylara gel. Heh. Sen bir de bir Metropol'da bir tane hamile kızına şekil çektirmiştin. Ha doğru. aslında. Ay gerçekten mi? Ya bakın ona ya. Ay ne geçerdi bir kız. Ay inşallah darısı ben başıma ben de doğam. Değilsin Ama hamile kalırım şakardan çıkacak bilinmir. Ay ya bu ne gezi kız. Az bu arada yayınımı izleyen hamileler Hakkında bazı bilgiler. yayınımı izleyen hamileler varsa sağ salamat doğun inşallah. Kız rahminizden öpürem. Oy bacım benim. Oy ıkınmadan, nefes almadan rahatçılıkla fırttırık çıksın oradan uçak. Canımsınız. Çok sağ olun. Öpürem sizi. Hamile kalanlar, yeni uşakları falan doğanlar. Ay bu ne tatlı. Ay. Kız. Alam. Bu hamileydi Siz değil benden mi şekil. senle şekil çektir? Mele şeki de hamileydi. Ya tatlım ya. Bir şey diyeceğim. Kız olup oğlan olup. Kız olup oğlan olup hep var. Ne bileyim yazmıyor da ne Yallahın cezası. Kız bundan bunu aklına niye gelmiyor? Kızım. Kızı da. Kızım arzuları yarı yolda kalmasın. Kızım bu dünyada hoşbeht yaşa ay kızım. Bu dünyada hoşbeht yaşa ay kızım. Ay nece böyle sağlıklı büyüsün kız. Amin inşallah. Şimdi. Alo. 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 Salam baleli nece sen? Sağ olasın. Necəsiniz? Çok teşekkür. Az o gün baleli videomu beğenip bölürəm. Hardasınız? Mən çöldə. Sardasın. Ne güzel. Malış atışmamış kimdi? Mən Atışmamış adı mənim belə orada buna yaxın. gəldi uşağıyam. Nəşə ləqəbli uşağı. Mali sərdəndir. Mənlə dön. Ay canım çok tatlılar. Gerçekten çok şirinsiniz. O kadar yaraşıklısınız ki Allah hakkı bile adamın bağrına basası gelir siz. Böyle oturup Teşekkür çay. Canlarım çok tatlısınız. Çok şirinler. Hay Allah çok şirin. Ajleli ürünler yani. İlkte de böyle aj ve çirkin gelmez ya. Buyurun. Az özüm bunlar çıkarın küküye saçımızın da. Geçek görünür. Ponçik görünür. Ne bakıyla bunu bakıyla. Arkadaşlar uşaqlar bir de ki Belizar'ın şalvarının qabağı o renkdədir. Yəni orada su zat yoxdur. Ay seyseniz kız şif mi yayına çıkacağım? Hayır. O rengi bak Kız cibləri. bordodu bu bordo. Ay. Gerçekten haralara dikkat ediyorlar. Kız size mamam kimi. Saçmalamayın kız baba yadigarı orada. Ha, Rahat. bir de Revan Qarev bilirsən. Az bir şey diyeceğim ben boğazım tutulur. Niye Niko? Sesim çok erkeksi çıkıyor fark eder misin? Bak. Elə. Ha? Çıkmır. Bir traktorda. Bak selam. Bak. İniyemrem. Ya. Bak kişi sesimiz çıkır. Revan bilir o kişi sesini aşağı oktoba. Sesimin olur kız. Tövbe estağfirillahi meri meri. Tövbe estağfirillahi meri meri ya Rabbi. Tanrı bizi kutsasın amen. He ne diyor Revan Garev o? Revan Qarev deyir ki, Belizar'ın son videosunda komentarya içərisində ən yüksək bəyəni toplayan adama 2 nəfərlik konsert bileti hədiyyə edir. Gerçekten mi? Ya Revan yiyeyim senin kara yerlerine. Ay Revan bana diyor ki, ne diyor Revan? Avqustda 14 Avgust'ta Yaşıl Teatr'da ben de orada olacağım VIP bir yerde ve diyor ki benim konsertime gelmeyi isteyen Belizar'ın izleyicileri 2 nefere son videoma Revan'ın konsertine güzel bile değil mi? En çok like'ı kim alarsa ona 2 neferlik bedava bilet. Yazın kız gidelim Yaşıl Teatr'da. Uzun Revan orada öz-özünü okuyacak biz bize takılarız. çəkdir, Revan çatdı ya. Şekil çektirirsiniz beni Revan orada çart diye düşünsene Revan qohumlar bile gelmedi. Şekil çektir Revan kalır orada. Her neyse şeydi ne diyecektim kız Revan'ın konserti olacak Yaşıl Teatr'da 14 Avgust'ta benim bu son attığım diva videosu var ha o videoya girirsiniz geçe yorum yazırsınız böyle güzel en çok like'ı kim alarsa ama yazın ki Revan'ın konserti için Yaşıl Teatr için ne bileyim böyle güzel çiçipitten falan düzenli bir şeyler yazın en çok like'ı kim alarsa ona biz 2 neferli Yaşıl Teatr'dan bedava. Ne istiyorsunuz kız? Asparqılıqdan da bəyənməməklik.
Eləməyib. Paxıllıq eləyib birbirinizi beğenmeyin. Allah aşkına beğenin birbirinizi. İç geyimlerde turistik liftçi satan adam. Çok teşekkür ederim. Çok sağ olun. Bana bir tane gönder de. Alo. Salam. Salam, qara qaşlı xanım. Necəsən? Siz? Yaxşıyam mən də. Ne kişi doğal makyajsızsan kız? Hə, olar. Oynaya bilərik. Gözünün altı çöküb ama elə mi qocalıbsan? Qocalmışam. Dolgu lazımdır ora, belə bürüşü vuran çöküb. Baxım, ışıq dolgusu lazımdır. Ay, gözün qaldır, oy, aslında tər çöküb yazsın. Mənə bax, kimdir arz edələm sevgilin ondan çöküb, ağlamaqdandır o, ağlamaq gözüdür. Ha, həqiqətən ağlamaqdandır, Veloş. Niye bir dənə aja değər mi ağlamaq? Bəlkə sən ağladığın yerdə də gedib başqa rahimləri öpür. Da bitti, yoxdur, ayrılmışam, yoxdur da. Allah'ın cezaları, ağlayıp özünüzü cırırsınız, o da gedib başqa qızdan takılır. Hayır, bunun yadına salmır. Haralısan? Mən atam Geraz'dım. Yerazın arası kız, azıcık yerazlar var kız. Buradan bütün yerazlara agron öpücükler. Yerazın arası, az benim sesime ne olur? Ha, buyurun. Mənim atam Dərələyizdən, Ermənistan Dərələyizdən. Bilirsən? Aha, yok bilmem ben öyle şeyler. Aha, ne geçek, ne güzel. Çok şey detaylı danışma kız. Çok detay verdin, Allah'ın cezası. Ha. Eskim tüstü dedi, korkuram. Aha, bana bak bir şey diyeceğim. Sen harda doğulubsan? Mən Bakıda. Bakıda harda? Nəsim bazarını tanıyırsan? Yaşıl bazarın orada doğubsan, elə mi? Anan orada doğub. Ana, kartoşka sattığı yerde seni pıtladım. Yaşıl bazar. Buradan bütün yaşıl bazar işleyen bütün rayonlara öpücükler gönderim. O yaşıl bazar o vaxt ne gidirdim. Az. Orada balık var idi o vaxt. Ay yine qıy dönemler var idi o vaxtda. Importdan mahnı gönderirdi. MP3'de falan deftere yazardık. Sen neçə yaşın var sen bilmezsen? Neçə yaş versən mənə? 45 falan. Yox, cidden neçə versən? 32. 31. Gerçekten mi? Kutsal rəqəmdə sen? Bildim onu deyəsən. Niye güldünüz ki hanımefendi? 31 ne demekti? Kötü rəqəmdir də, pis rəqəmdir. Mesela mənası nədir ki ben bilmirəm biraz Sən açıklamasını. niyə bilmirsən, sən yaxşı bilirsən. Öpücüme 31 deyəndə bu niye güldü kız? 31'de ne var hanım? Və sən niyə dedin kutsal rəqəmdə sən məsələn? Meri bile attı, Meri böyle mırta dedim 31 kutsal rəqəm. Siz niye güldünüz? Aa. Yaxşı onda nice 69'lara canım benim. Aa kız sen niye gülürsen ne oldu orada ne var? Aa bu neyse başı. Neyse demeye çalışır bize her gün. Aha nerede kalırsınız? Mən Yasamalda. Yasamalda senin sağ kaşının ucu sol kaşından eli bir kısadı mı yoksa o aşağı mı? Şeydəndir. Perman. Effekt. Az ne efekti? Aşağı kaydırmışsan derim buraya. Yo, bax mən indi çıxardım. Bax. Gördüm. Bakım get görüm orana. Bıy. Görüm hasretim. Az nitelik dolandırıcısınız ya Allah hakkı. Yazık oğlanlar az. Oğlanlar sizin yazıklar az mı? Ne tür dolandırırlar. Bakım tezden efekti o. Ay ne tür değişti gördünüz. Ağda kılları görünürdü. Qaşı gelip. İşte kılının qaşının kılı görünürdü. Bak burada elə bir qaşı dümdüz alttan kılları gelip. Ha ne? Mən dünəndən, Bəlizar, Velizar değil, xarş eyləm. Orada harfi yoktu. Harfi var. Velizar. Ayla bu Velizar diyenler. Yaxşı, Velizar, əsəbləşmə. Velizar nədir? Velizar. Yaxşı, Velizar. Yaxşı, Buyurun, Velizar. buyurun. Mən dünəndən Orxan var, Yeraz. Sənlə PK eləyəm. Ona mən deyirəm ki, mənim Veloşla PK-ya bir dənə qoş, paxıllığından mənə atır. İndi koşulduk buyurun. Aha. Neçə yaşınız var? Dedim də 31. 31. Haralısınız, Yerazlısınız. Nerede kalırsınız? Yaşlı Bazar'ın orada. Yo, Yasamalda. Yasa ne iş görürsünüz? İşləmirəm, TikTokda. TikTok'ta. Neçə ildir yayın açırsan? Ya, il deyil, aydım. Neçə ay? 3 aydım. 2800 takipçiyle ne yığdın ki sen deyirsən TikTok'tan kazandın? Kazanıram da, indi deməyim də burada, azdan çoxdan var. Ha, TikTok'tan tutup tapıp realde elə mi? Ay, heç kim tapmamayacam, Bəlizar, valla. Ay yani izleyicin de azdı, takipçin de azdı. Sen burada ne zırtıma İndi kazanırsın? yavaş da, yavaş. Ha, iyi sıfta başlayıpsan daha bismillah. Yeni sen elə mi? Siftəni almışam. Ne kadar aldın? 300 manat.
Ya olsun. Ben de ilk dönemlerde, ilk işlediğim dönemlerde eləydi. Kız sonra VIP'ləşirsən. Yavaş yavaş. Elə bir rayondan düşürsən Ağşəhərə. El olur da yavaş yavaş. Qazaq, Gəncə, Şəmkir yavaş yavaş levelin İndi yüksəlir. səndən mən bir şey istəyə bilərəm. Sən dinəndə bu xanıma İlk takip. işləyənlər balaca yerdən başlayır. Buyurun. Ha. Sən dinəndə bu xanıma takip atın. Niye sen bana ne xeyrin var ki ben diyeyim takip eləsin? Mən dünən Niko'ya yazmışdım. Sənə xeyrim dəyəcəkdi, Niko baxma. Ne kimi xeyrin diyecek kız? Daha sen 2 aydır buradasan Molpex pulu yığırsan bana ne xeyrin olacak? Molbex bu nədir? Aynen hanımefendi ne kimi xeyrin olacak? De görüm ne Niko kimi mənə yazmış cavab kız? versəydi görəcəydin də xeyrim. De görüm nömrənin axırına. Allah aşkına de bakacağım nömrənin axırını de. Qoy bax göstərirəm. Bax. Az nömrənin axırını de. Deyim də, deyim. Gözdə deyirəm. Nömrəni bilmirsən? İş nömrəngdir təzə alıbsan yadında saxlamırsan. 17.97. 17.97 sen kişiliğin şüpheli. Gir bakıp görüm ne yazdı bu. Aha, Veloş bax, bax. ne yazmışsan? Salam. Ha, oku görüm ne yazmışsan. Ha. Yazmışam salam, reklam üçün yazıram, qiymət, sual. Az yazıp da yetin. İşte yazıp da. Sen de cevap vermişsin. Yine. Biraz bunda var. Aha, niye kim reklam istiyorsunuz? Deyəcəydim ki, mənim var. Ne var? Takip atsınlar da. Mən Takip için reklam istiyorsan ama şeylerin kız. Gef bot bassan kıza yeni şeye denk gelir. Asay 80. Takipçi reklamı. Aman ilk defa Ay geç. aşkım bakın biz öyle şeylere bak. Azile şey, indi ben düşün ki reklamı kabul edelim. 5 Tamam dakika da, sana takipçi Tamam olacak. yaxşı. Onda heç olmasa Niko mən yazardın ki, biz elə şeyə baxmırıq. Kız cevap vermediğine göre o ne demekti? Yani bakmırıq öyle şeye. Ha yoktu yazmıyor sanki. Ha, yani sen bunun için reklam istirdin öyle mi? Sən tərəzi bürtsən də, sən yaxşı bürtsən, sən desən nə olar? Bak ya 2800 takipçin vardı indi de 3100 oldu. Neyse xeyrim oldu pulsuz perest Allah kahretsin. Bilsem baştan pul alardım. İyi sen başımı karıştırdın. Defol kız buradan. Ay nasılsın sen? Bedava takipçi yırttım 5 dakikada. Görürsünüz reklam için yazmış. Allah'ın cezası Niko. Ay aşkım biz sen. Bak buradan hamımıza deyirəm. Dalbadal 4 dəfə yığmayın. Onda maraqlı gəlmir. Bir dənə yazı salam reklam üçün. Mən o mesajı görən kimi yazıram. Amma dalbadal 4 dəfə yığanı mən onu ucu əsəbimdən Aslında açdım. sen görmediğin için dalbadal yığırım. Yo dalbadal 55'te 55'te 54'te 55'te 56'da yığıb. Bir diyan da bir diyan qoy qabağa düş də. Salam əzizim, mənim aşkım, mənim ürəyim. Bilirəm, sənin kontentivə uyğun deyil. İstəyirsən bağlaya bilərəm. Özüm Ay hazırlamışam. buyurun hanım. Aha tez reklamını sokuştur araya. Səni verənə şükür aşkım, bax. Sən xanımlara dəstək olmusan həmişə. Həmişə dəstək olmusan. Qəlbin gözəlliyi Ay bəllidir. gerçekten bu gül benim rahmimi daralttı. Bütün keşfet bu ajniyak oğlanlar. O ajniyak oğlanlar 2-3 tane kız tutmaya göre gidiler o draklet. Rentakardan Bəli. günlük kiraladığı maşının qabağına koyurlar. Düzdür. Arkasına qoyur çəkir, arkasına qoyur çəkir. Ürəyin istəyir bağlaya bilərsən. Bu ne? Bak bu Mehmet kimi bu gülün qabağında o kanat nedir orada yalandan hazır. Hə, heç nə, uçur. Neyniyə çörək pulumuz olsun. Ürəyin istəyir bağla. Az yaxşı Ferihaya bağlama. O ne tər drama. Ne tər drama queensiniz Velizar, inansan ki, inansan, özüm hazırlayıram, özüm hazırlayıram. Ay da de görüm rahmimi daralttın. Herkes reklamını toxuştur qaçım. Yaxşı aşkım, reklama ehtiyac yoxdur. Yəni səninlə qoşulduq yetərlidir bizə. Sən brezsən. Öpürəm. Ay çok sağ ol. Öpürəm. Nə deyim sənə? İşin hardadır, az işin hardadır. İşim xırdalamda da aşkım, sürpriz hədiyyəm mağazası da özüm hazırlayıram, satıram. Qiyməti də 115 də aşkım. Kim istəyirsə, telefonu da verə bilərəm burada, yoxsa yox? Ver hadi ver Allah'ın cezası. Səni verərəm. 070 673 75 77. Kızım ağlıyor yanımda. Heyecandan kızım ağlıyor. Az bana bak. He niye ağlamasın? Kız ne olur? Öyle bir şeyden büyük Müge Anlı'nın yanından. Bana bak. Kız dur o Ağmıq Məhmədin neçədir qiyməti? Ağmıq Məmmədmin qiyməti 125 də hal-hazırda. Qırmızı Mıq Məhməddə yoxdur. Qırmızı Mıq Məmməd də var burada, bax.
İdi bana bak bu Mehmet'in 125 değil mi? Az çok bahadır. Çok sokuşturursan elə bil. Yox, Bezar, inan ki 250-yə satırlar. Qiymətdən xəbərin var sənin. Oy, ne var ne var Bakacağım kanat yalandan elə nənəmin rahmi kimi Ya açılıb hə, da bağlanır. hə. Ya Allah'ın Allah cezaları. haqqı. Az önce de asıl Bakacağım. kanat yalan el bir rahim kimi açılıp bağlanır yalanlar. Ekstra onu oraya koyursunuz, ekstra puldan zırrayırsınız. Bana Aşkım. bak indi o 125 manat değil mi bu kanat? Bəli, bəli, ürəyim. İdi mən bak, idi mənim adımla səndən sipariş eləyən endirimin var. Əlbəttə, səndən gələnə 125 yox, 115-ə. Ay ne kadar büyük bir indirim. Hə, neyniyim? İnansan Dehşet ki... bir indirim. O qədər. Gerçekten hamı bu dakika alacak. Aşkım, Canım ürəyim. sen. Dimana bak. Almasalar da canın sağ olsun. Yetər ki, Canım səninlə qoşuldum, Sağ bəsdir. ol. Az o ne demedi? Rahmim çürüdü. Onda bu hesabı takip edin. Adımı verene 070 673 75 77. Mən qaçıram, səni daraltmaq Öpürəm səni istəmirəm. canım sen. Az Sağ adımı ol verene de aşkım. 10% falan indirme olsun minbere. Baş üstə, baş üstə, baş üstə. Hadi Canım öptüm, sen. uğurlar. Hadi davay. Hadi. Sağ ol. Hadi. Bak reklam dediğin belli olur. Yalan ha. Biz alverçiler de çok bizdi ha. İşte bunun kıymeti normalde belki 100 manattı, 115 manat dedi. Gelip yayına değil ki 125 manat dedi. Bileceğiz, bilir bize indirim diyeceği. 125, 115. Halbuki kıymet belki 115. Ay, bu olsun kız alverçi herkes ekmeğinde de. Hamı ekmeğinde de. Bak bana hediye atan da ekmeğinde de. Kızımız tutur, özün oğlan tutur. Tanışırsınız, tanınırsınız. Ne bileyim leveliniz yükselir. Hamı ekmeğinde de maşallah. Alo. Aleyküm Allah. Salam, necəsiniz? Yaxşıyam, siz necəsiniz? Bir dəqiqə, bir dənə Mehmet oğlan məndən əl çəkmir. Gözləyin Raul bəy. Mehmet'e bak. Ay ne var ne kulüptesən səsin gelir. Get vızıt ben təzə oğlanla danışacağım. Get çık yayına. Get çık uç buradan. Uç təzə oğlanla danışım get. Aşkım hoş geldin ömrüm danış. Hoş gördük, hoş gördük. Necəsiniz hardasınız? Bizdə ne yaşardasınız? Sibrisdəsiniz. Yes. Ne güzel ne güzel. Haralara gittiniz bugün? Özel gün olsun. Heç nə, tenis oynayalım. Tenis oynuyordunuz boyunuz neçədir? 89. Maşallah. Maşallah gün. Maşınınız nədir? Range Rover Ay neçənci il? 17. Kasır. Olsun bir belki adı Range Rover'dı yani. Galik'in de o gün 2015'ine binmişim. Ay gerçekten adı Galik'ti yani. Ay Draklet'ti kızım. Galik hoşa. Tanka binmişim hele bir 2015'in Galik. Gerçekten çölde görsen dersin pahalı bir şey değil. Çiğre bir tanktı. Elə Neysem bir şey diyeceğim. Canım benim tatlım erkeğim. Haralısınız? Bakılıyam məsələn. Əslen mi? Haralısınız? Əhmədlidən. Of. Esen bakılısınız öyle mi? Bəli. Neçə kilosunuz? 98. Of. Bedenlisiniz. Yüngül. Sport fit bedeniniz var. Yüngül. Aman tanrım. Ay ne şey ne güzel kız bu bela. Tema mısınız? Nə? Temalık var mı yok mu? Ha, neyse. Tema nədir? Hiç. Aha ne güzel ne geçek. Bes ne iş. Tema elə bir ki altdan nəsə qoy buraxdın elə. Mən nəsə tuta bilməm. Ben mi yok canım ben. Ne iş görürsünüz? Sən özündə mən uşaqla, dostumla görmüşdün Ağşəhərdə. Bir dəfə qoşulmusan bu profildə. Prosta mən özümü onda göstərmirdim. Aha. Ne iş görürsünüz? Mən trenerim, online trener. Ha, oğlan trainer öyle mi? Sadece oğlanlara. Online trener, oğlan. Ha, online trainer nedir? Yani ben Online da trainer olur. online trainer nedir olur? Ben sana dengelem görüntülü sen ben deyirsən neter donbal, neter kaldır, neter indir. Bəli. Mən Bakıda elə keçirəm. Mən Rusiyada zalda keçirdim, Azərbaycanda Ben zalda. hiç virtual sevmirəm, bilirsiniz mi? Virtual değil, online'dir. Virtual gelir. O da yani oradan öğretirsen virtual bir növe virtualda. Yani, realde hiç eləmirsiniz müəllimlik. Yo. Rusiyada, Bakıda yox. Hariciler edirsiniz online. Rusiyada yox, xaricilər, Bakıda yox. Azerbaycanlarda çok pul yok değil mi? Bakı pul yox deyil, prosta Azərbaycanda başqa cürdür. Trenerə biraz şey baxırlar ki, əl vurur, podxod eləyir güya başa düşdün. Ha, sen sadece
Xariciləri işləyirsən, böyük işləyirsən, Evet. bəyəndin. Evet. Böyük oynayırsan. Amma genelde trainerlar böyük oynamağı sevir. Xaricilər oynuyorsunuz. Bəyənirəm sizi mən. Oynamam. Heç kim oynamam. Ay, siz trainerlar bilirsiniz nədir? Siz bədənli oğlanlar nə var? Allah haqqı var ya, adım çıxıb yəni. Bu trainerlarda bilirsiniz nələr var. Oy oy oy. Neler var, oy. neler var. Haraları bilirlər, hara dəlikləri bilirlər. Bir baxsanız o məşhur trainerlarla falan. Onlar Ne anakondadılar am. Sana konda bak. Ben yazlık yanlarında camiye giderliyim yani. Mən dediyimi başa düşdüm. Onlar iynədən qarmonları dəyişir. Başa düşdün? İynə eləməkdən çoxsunun qarmonu dəyişir. Ay ne alaka sende, dur Allah aşkına iğneyle garmon değişir bir şey mi olur? Bəs nə? Saç orada böyle iğne zırrasından şey olur. Ata dur. O var. Allah aşkına ay dur, o kıllanma verir sadece. Dur benim etimi töhme, tibbisel şeyler danışma burada. Bana bak bir şey diyeceğim. Üf, sus, o başka şey danışsan. Ben başka şey de. Ay sen başka şey danıştın, başka şey kattın karıştırdın. Aha, o kıllanma verir sen dediğinle benim alakam ne alaka? Dur çok detaylı danışamıram. Aha, tek sürprizde. Təkəm mən. Teksen, niye teksen? Yox da, dostlarım hamısı qızlarla. Anası tek gelmişsin. Bəli. Sen niye kızdan değilsen? Yoxdur da, yox. Mənə baxan yox. Aa, gerçekten mi? Acaba sen bakmıyorsun? Yox, hər adama baxmaq olmur da. Aa, seçici sen öyle mi? Əlbəttə ki, yaxınlıq vermək olmaz. Mesela neyini beğenirsen? Mesela ne sen celbelir ilk? Boğazı. Boğazı mı? Ne der yani boğazı? Bir kızda mı? Bəli. İncə olmalı. İncə olmalı da boğazı. Buxaqsız, Venera halqasız. Böyle. Nələrimizən oğlansan da, qızda belə başqa yox, bu olmamalıdır. Bunlar olmamalıdır. Xətsiz. Ne xət yoktu Bunlar ki? var da, bu görsən iki dənə. O normaldi da, ben anatomiyadı. Bəs eləsil var ki, olmur. Onlar yəqin əqli qüsurlu deli şey mi olur bunlar? Kemikti bu, beden skelet. Ay beyefendi olması lazımdı bunların. Öyle şey olur. Azılı kız var, dümdüz zürafe gibi. Var ile. Əlbəttə ki. Aa, o seni celbediyor bir kız değil mi? Baxanda belə svilu, ha. Ne şeyleriniz var ha. Ha. Başka? Başqa heç nə, saçları. Sen orada fit sevirsen, arıq marıq cılır. Tam belə ayrıq-marıq yox, belə normal da, orta özünü baxan. Qəşəng. Kulturlu. Pullu pereli de seversen. Nəyli? Pullu pereli. Ha, yox, lazım da elə itəzim yox. Canım sen. İşləyirsən, işlerin geçek gedir onda. Şükür Allah, ya. Ay, ne vaxt dönür gəlirsən şəhər tərəfi? Bir oturaq dərdləşəyik, sənə yaman dərdləşərəm. Sabah inşallah səhər. Gəl də gələndə dərdləşək. Dərdləşək. Sənə qəşək dərdləşərəm, hiss eləyirəm. Canımsan. O zaman qaçım mən. Nə işinə, xoş oldu, sağ ol. Sağ ol canım mənim, sağ ol. Gedim yeni temalar axtarım. Gel. Az ekrana basın. Kız, gel metropol adam seçək. Ay kız dostlar, seçer mi kız? Göre kim gönderer şeye kahvaltıya, ne diyorsunuz? Videoma kim çok like verip bir git bakın görüp dur seçsin bakar kız gel. Bir hengelendi bir metropola. Hengeleş Görüm kim ya. kazandı helem kız. Hengeleş. Ay inşallah ihtiyacı olan gider Allah hakkı. Bakın görün. Sen bak oradan. Deməli ya. Aha. TikTok'a giriyoruz. Gir. Bilgisayar Official'ın sayfasına giriyoruz. Ve bu videoyu demiştik. Bu videonun bu arada Velizar az önce yanlış söyledi. Revan Garayeva bu diva mahnısına yazmayın. En sonuncu videosuna yazın. En sonuncu videom hana. Bu. Açıldı o. Az o uyarı almıştı en sonuncaki video. Açıldı. He. Kız ne bildim. Sen bayaq diva dedin ona göre. He açılıb o he. İndi baxırıq. En çok yorum alan bir Metropol'la bağlı yorum yazan birini Metropol'da Yorumu da oku. Okuyacağım. Sabah kahvaltısı. En çok beğeni alan yorumu da Xəngələşində akşam yemeği. Bunu hansı yayıncı eləyir? Efekt getmez, mən gözəlim olsun, boş ver. Bu natır getməsin, bir camış oturub yanımda, efektin hamısına qaçır. Efekt şaşırıb 200 tona. Gedir buna. Bəs nə da? Gözələm. Gözəlsən zırt.
Kız gözlem gerek yoktu ki zaten. Tutturam. Mən onsuz baxmışdım, yenə də baxıram. Hələ də zirvədə olan Velizə bu divan mahnısının videosunun altına kommentarida N.Aliyeva adlı bir nəfər Metropol zirvədirsə, Velizar o zirvənin divasıdır. Aa, ne Adlı deyip komentari. metropola ne deyip canım? Metropol zirvədirsə, Velizar o zirvənin divasıdır. Kommenti yazıb. O kommenti də 469 nəfər bəyənib. Ne kadar beğenip kız? 469 nəfər. Elbise azdı ki. Yox da, Metropolla bağlı demişdik. Yazan en yüksek komentariye bəyəni gəlib. Bu da N.Aliyevadır. Bu xanım. Metropolda sabah kahvaltısı kazanıb. Aa, kazandı mı? Ama ben bir şey diyeceğim. Şimdi bu hanım rayonda mayında kalırsansa, eğer zırtım yerlerde kalırsansa, hariçte Yox, kalırsansa, Bakıdadır deyəsən. Baxdım videolarına. Bakı'dasan, gelecekse gel, gelmeyecekse verin bari başkasına ihtiyaç sahibine. Allah'ın cezası. Hə, bir də en çok beğeni alan bir koment var. O komentdə Samirə Məmmədova xanımdır. Biliyor musun kız mı kazanır? Ha. Evet. Senin zaten kız yazıb ancaq. Samirə Məmmədova xanım da yazdı. Velizar Bak, oğlan sənin yazdı, kimi ancaq kız fit yazdı. Ha. yazıb ki, Velizar sənin kimi fit olacaktım bu yay ama fil olmuşam yazıb. Ne yazıp? Velizar sənin kimi fit olacaktım bu yay ama fil olmuşam. Aa, bakın Sabire'ye kız. Oy, hakikaten de fil okşuyor. Samirə xanım da Xəngəli işindən axşam yeməyi qazandı. Az Samire çaka çikkonla, fakka fikkonla, uşağınla, muşağınla, refigenle, iyilenmiş dostunla, mostunla gidip oturabilirsen. Bu arada hayırlı hayırlı olsun. N.Aliyeva, yok neydi kız? Samira 2440 like'la neyi kazanır? Xəngəli işindən Kengele işini N.Aliyeva'da Metropol'da sabah 2 neferlik kahvaltı. Geçe yersiniz, içirsiniz, orayı bankrot elif dönürsünüz, haberiniz olsun ha. Yemeseniz bile masayı doldurun, yaxşı mı? Geçecekçene yiyin Siz də kız, bilirsiniz də Xəngəldən Metropolda məngəldən sabah zırlayın. kahvaltısı səhərlər 30 manat olur. Ha, bu arada 2 neferlik 30 manat oldu. Divazıt şeyim gelsin, bakın görün ya Rab, ya Resul, Bismillahirrahmanirrahim. Kız? Ne oldu be, sen güzellikdir. Güzelim, sadece arada gidirdi o şey. İnsanlar gerçekleri görür. Hayatım biraz pürüzsüzleştirmeye açmışım. Kendi adına konuş. Başkaları kim yamuk yumuk eleme. Bak duvar bile aynı. Bak dişlerim rengi de iyiydi de. Aha. Gözüm yayılı verim ki Allah'ın cezası. Zehlem getirmem bu makyajdan. Bak bakalım. Selam. Hı. İnternetiniz çok gerçek. İnternetiniz pisti. Hoş geldiniz. Necesiniz? Yaxşısınız? Nede? Nede? Hoş geldiniz Müge Anlı'ya. Hoş geldiniz Evet. Müge Anlı'nın. Aha. Eşidirsiniz. Ben bu epey iyiydim. Epey. Hadi kalırsınız. Bak küçük şey, niye gülürsünüz Aybacı? Atırsınız adamın da tövbe estağfirullah da gülmeye şey olur. Eylemeyin de Aybacı, eylemeyin, Allah'a günaha batırır. Hiç olmazsa danışırıq da gizli şeyler danışmayın. Adam pis olur. Aha, haralısınız, saralısınız, çok güzelsiniz, çok yarışıklısınız. İnternetiniz çarpılır, çarpılır internetiniz. Ne bekçi böyle. Bu Mehmet'i hardan aldın? Bu Mehmet'i hardan aldın? Ben canım çok güzel. Selamun aleyküm. Sus sen orada. Kız konuşsanız Allah'ım ne danışın ya gayrım bilmirəm ki ilah perverdigar Allah'ım yarabbim yani ne gayrım pek hatıram qəbul eləmir. Eləmir kabul. Daraldım.
Salam. Oradan kim atanız gelir deyim. Atanız Salam, değil mi? Velizar. O divde atanız oturur. Məhəlleniz de elə bil burayla mağarada ora. Ne tersin Velizar? Üş, Allah'ın cezası ya. Allah aşkına bu şekilde koyursunuz Mehmet kime? Oynuyorsan Ben ne oynayayım? O mahalleyle mi oynayayım ha? ne olacak ki? Aç şu kameranı aç. Adam kim söhbet ediyor PK'da. Olar. Olar da var. Hadi gel. Aç danışalım. Hı. Heh, Gözle açıyorum gözle. gel. Hı. Ha. Ha. Gözle gözle. Hı. 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 Ha. Ha. Açıyorum gözle. Aha. Hı. 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 Ha. Hı. 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 Gözle gözle gözle. Bir şey geliyor. Selamun aleyküm. Aleyküm. Çirkinler yığışıp yere. Bütün çirkinler, acılar bir yerdedir. Her gün. Bugün acıların görüşme günüydü yani. Bütün çirkinler bir aradadır. 38'de gidip din yarışını görmedim kız. Aa Tolik yayındadır. Tolik yayındaymış kız. Çocuk yayında değil. Ha benim PK'sında. Dolar burada. Getiret dolanasın isteyiyoruz. Sen niye cevap verirsen düşük kızlar kime? Əsəbləşirəm. Əsəbləşsən git özünü barma. Bak niye cevap verirsen kalitenden ödünç verirsen. Sen kaliteli dur. Niye cevap verirsen? O düşük, o çok seviyesiz bir adamdı. Ona cevap verme, onu öpücüklerle gönder. O seni seyir, sen ona gülle cevap ver. Telefon verdi PK'mız. İstemiyorum PK. Hiç havasında değilim. Kimdi yine PK? Daraldırsan sen beni, daraldır. Allah görüm, ay Allah yine reklam var. Görüm Allah ha. Kim aradı? Lazerdi mi? Nerede bu lazer? Ha. Lazer değil. Nerede bu? Yine şampuan puan mı? Git fızgırt senin o kara var ya, kara o perdeyle. Ne oldu? Geçen kız edildiğe cevap verdim ben. Bak bu kadar TikTok'tan akarım kavağıma çıkır Allah'ın cezası yani. Bu 10 milyonun arasında neden karşıma çıkır? Yine alper verdik yani yine insan. Duramadım. İkinci defa tutamadım özüm bacı. Oynuyor. Selam buyurun. Yaxşısan oynuyor. Gözlü isteyatım gözlüğün. Allah. Salam. Necəsiz? Ya, git yat sen. Yaxşı. Yukarıdakinin acaba interneti de yok bağlanamır bak. Ha, bağlana bu bağlandı. Adna Klasnik, adna Klasnik. Kaldı o Skype döneminde kaldı. Adna Klasnik döneminde kaldı. Bir de giz şekil koymalar. Allah'ın belası. 10 yıl 15 yıl bundan kavaktaydı şu onlar. Üf. Bir Facebook'ta canlı yayın açmışım. Bir Adna Klasnik'te. Salam. Selam, necəsiniz? Yaxşıyam. Bir sənə bir söz deyəcəm. Biz səndən hardasa bir ay əvvəl canlıdaydıq. Və sən canlıdan çıxdın, qayıtdın, mənə ki, sənə takip edim, sonra qoşularıq. Amma qoşulmadıq. Mən? Hə, Allah haqqı. Mən? Hə, valla. Ben belki unutmuşam. Yox, ola bilər unutmuşam. Sonradan qayıtdın dedin ki, amma sonradan qayıtdın ki, Sadiq kimdir? Mən Sadiqi tanımıram. Amen. Valla, hə. PK'da PK. PK tabləri yoxsa yox. Onu da takip edeyim ile atak olar mı? Şahit atıyorlardı Allah'a. Malum işte. Ben misiniz? Takip edeyim. Aa kimdi kızım? 3 tane var. Ola bir. Salam. Salam.
Necəsin? Velizardır bu. Sağ olun, hardasınız? Sibriz'de elə bil. Hər şeydə daşnikdə. Ay ne güzel, ne güzel, ne güzeldi bu şirin. Sən hardan çıxdın? Ayağım bir de yarışık olmaz mı la ya? Kırtaya gidip pek atıram ya. Ay bu ne de az, bütün çirkin ağacılar yığışıp bir araya. Lelüyle namız bir yer. Allah. Kazan kapağında açıp, saçında açıp, 2 kıllı kişi dedi. Bir kişi açıp onu saç dilizim. Niyə mənə atırsan canlıda? O sen daralttın beni. Buyurun hardasınız? Ay oğlan ayalı daraldım. Heç nə oturmuşam Bakıda. Ne haralısın sen şekiləhçə? Şəki deyil, talışam. Aa ne güzel ne güzel. Dişleriniz ne güzel değil. Doğuştan okşuyor. Ha. Yani ama niye bir tarafın yamuktu? Mənim? Bak düz dur simetrik değil. Blüzün simetrik. Yok düz dur. Bana bak ekrana bak. Maşın vurdu maşın. Yok ekrana bak kız bu çenesi bu sol çeneden daha mı balacadı bilmem yamuk yumuk bir şeydi. Bu Allah kahretmesin kız. Neyse 45 43 dakikada hiç olmasa düzemelli budu. Ha neçə yaşın var? Mənim 20. Ha balacasan ne iş görürsen tez danış Allah aşkına. Heç nə, iş güclə yavaş-yavaş oxuyuram. Ne okursan? Texnik oxuyuram. Texnikum. Teknoloji öyle mi? Bəli. Boyun neçədir? Boyum 1.80. Aile evi değil mi? Bak aldı Ajlelüğünü aldı. Yılan cezası. Aldı Ajlelüğün sınıf yoldaşını aldı oraya. Bak Mehmet onu neye alırsan onu sohbet ediyor. Allah'ım yarabbim ya. Uf, özüm döyeceğim Allah gözüm döyeceğim. Sonunda soyunacağım ya. Uf, çıldırdım. Salam. Maşın Bey selam. Buyurun. Salam, Ha, necəsiz? sağ olun. Ha, buyurun. Maşınınız... Gəlin bir oyun oynayaq da. Ben o maşının lastiğiyle, tekerle oynuyorum. Ben koyursunuz o teker neyle oynuyorum? Gəlin bir oyun oynayaq gedirəm. O maşının tekeri sana girsin. Yandım yakıldım. Bestinin Allah'ın acılar. Biz şeylerden bezdim. Sey şekiller koyurlar. İlahi perverdigar. Neye gülürdün? Elə belə. Yalan danışma neyse gülürdün. Arkamdan danışırdın. Dedim. Yox. Ay. Elə bildim qəbul eləməyəsiz ona görə. Buyurun At Hanım. Haralısınız? Yeraz, siz haralısınız? Hamı da Yerazlı. Ay ne güzel. Harda kalırsınız? Bakıda. Araz bütün Yerazlılar TikTok'u basır. Efekti çıkart görüm neye okşursan. Yox, çıxartmaq istəmirəm. Niye? Bütün çirkin kızların tek efekti bu da. Bayılırsınız bu Hə, efekte. bəs nə? Siz qoymursunuz efekt? Ay ben zehirlem gidir. O ne tas Mehmet kim gülle Siz yapıştı. belə qəşəngsiniz də, neyinirsiniz efekti? Ben gerek yok dedim. Ben doğallık önem veririm. Doğallık. Haralısınız? Dedim də Yeraz. Ay unuttum Hiç Sizin də yaşınız mənim var. kimidir B12. Yaşım 17-dir. Allah'ın cezası seni. Allah'ın cezası seni. O şekil nedir kız? O şekil nedir? Koymuşsan oraya 17 yaşında. Ya Allah'ım yarabbim. 17 yaşında Mehmet kızı Mehmet. Git bızgırt dersin oku da bak ne işin var senin burada. Allah'ım yarabbim ya Resulallah. Allahu Ekber bunlar neler 17 yaşında da az bu kocarvatlar okşuyorlar. Ay Allah bir tane düzemelli adam gelsin. İlahi perverdigar dualarımı kabul ile ilahi ben çok güzel. Dualım bence geleceği hissediyorum ay Allah ne olur düzemelli bir insan. Ay acım inanırsan dur sen hep canımsan çok teşekkür ederim ay Allah ay bir dakika ay dualarım çarpıldı ay gözde gelir ay dualarım ters oldu Allah kahretmesin dur ömrüm ay içinde de en pisi geldi ay bugün orası kız bütün çirkinler var acım ay canım benim canımın içi benim aşkım sevgilim nökten vergülüm çok sağ ol bu ocağım sana düşer olsun günümün ilk çocuğumuzu hadi senden geldi çok sağ ol ben bıraktım efendim kardeşim çok sağ ol hayatım. Bu çirkinlere rağmen hediyeler gelir. Çok sağ ol. Aya kalp. Sağ olun kız balaca hediye tanır. Size yağlayacağım. Ekrana basınlar. Yaladım yuttum amınızı dik tuttum. Test danış. Dualarım çarpıldı. Çarpılmaz. Nə kadar? Yemek yiyende yayın. Aman eləmə.
Dehlem gedir yemek yiyip yayın açan insanlardan Allah'ın bezalısı. O yemeğinizi Ayak gelip yemirəm, kenarda yani yemirəm, ardından ölüm yani. yiyin sonra yayın açın. Sizin Ayak o yemirəm. ağzınızın kaplar Koş, ağzınızın yesin, böyle biri. o iğrenç ağzınızın bağlamağın açılmağını izlemek zorunda değiliz. Ayak Gelin koş. bakın başka yayında giyin. Bir düzenli yemek yeseler de cehennem ha. Hani dersen ki hariciler eliyle hani mesela yemek yayını falan. Bunlar Ben benim romantik deyirəm də. Kil poğuldu, kil öldü, kil. Kil bir kili. Sen Allah etimi tüyün. Yemeğinizi yiyin ile yayın açın. Yeklem gidir yemek yiyip yayın açan insanlardan. Ne var az ne olur görmemiş kız görmemiş. Assalamu alaikum. Salam. Ne var ne yok Valişko? Sağ olun. Yaxşılıq Eşən Beyciğim buyurun. Ne yapıyorsun? Oynayalım mı? Gelsin mi bir dakika? Aha buyurun oynayaq aha. Aha. Gelsin onu. Gönder gelsin. Gelsin. Gel. Ben gönderirim siz kabul edin. Buyurun. Ha. Özünüzü Türk aktörü oxşadırsınız elə mi? Yo ben özüme okşadıram. Yo profil şəkliniz bir dənə Türk aktör var onu oxşadır. O onu oxşur. Onu okşarır olabilir. Olur yani herkeste okşarır olur ama böyle özümü kimse okşatmıram. Aha. Aha. Nereliyiz haralısınız? Ben uzarlıyım. Ne atarsanız da 3x kız. Elə bil mesela universal atsanız onu 3 çarpıya vurur. Elə düşünün de ucuz hediye değil ama bahallah hediye atmayın yazıksınız. Şirmir atsanız 3'e vurulur. Taraf ederim. Hamınız açtınız bilirim. Hamınız benim kim var? Bütün 35 bin nefer açtı Allah kahretmesin. Ha. Harada kalırsınız hele biraz da sıralamayı sayılacağım. Bir aburçu yedeğe yine. Aha ucarda kalırsınız. Yo Sumgayet'in göbeğinde. Sumgayt'ı kalırsınız. Sumgayt. Yaşınız neçədir? Neçə yaş versən mənə? Belə 32. 32 falan. Tut belen düz dedim. Halaldır sen. Sağ ol. Boyun neçədir? Boyum demeyeyim. Biraz çok bakımlısan. Çok bakımlı kişideki ne bileyim. Necə baxımlı? Ne baxımlı olan ne var ki burada? Neyinəmişim? Elə yox, elə yox. Elə bil Necə? çox belə baxımlısınız. Elə bil buranıza bir dənə öpücük qondursam parfümdən boğularam. Yəni belə çox fazla baxım da belə abartı gəlir. Mənə itici gəlir çox baxım da. İstəyirəm. Baxamın nə var ki burada? Elə yox, bax, özünə bax, demirəm bax. Məsələn, şampuanla, məsələn, nə bilim, lazerə mazerə gedir. Amma belə fazla bir baxım adamı Yox, yox. vallahi mən heç lazerə getməmişəm. Hə? Vallahi heç lazerə getməmişəm. Lazer nədir bilmirəm, mən. Nə? Gerçekten mi? Gerçəkdən, vallahi. Bir boydan görə bilərik sizi. Boyda necə görmək istəyirsən? Boyum balacadır mənim. Neçədir? Boyum 75. 70 abi de bunu sabahtan dedi. Yalandan 3 dəqiqəmiz gedib. Nə olar? Mən 1.86 qəbul edəmirəm. Bünyə, vücudum, bütün bədənim qəbul eləmir 1.80 aşağı boyum. Qızlar da qəbul edir, oğlanlar da net. 1.75 neydi kız? Ay, cesucum sakın iş tutmazdı zaten. Dur bakım elə günlük sıralamalara baxaq kız. Ya sen niye aldın gene onu PK'ya? Açıldırtacak bile bu ya beni. Dün aldık da onu biz. Günlük ev teşekkürler. O gün PK attık yok acıyla zaten onunla. Ayladı PK. Az sevindim Allah'ın cezaları ya. Ay kız bu universalın sesidir. İyi. Az sevindim az ekrana bile neterde baktım. Ay universalın sesiydi o. O ekrana uçak gelir falan. Bir an sevindim, mutlu oldum. Milyon dolar sağ ol. Salam Beleş. Hayır, geldi yine rahim düşürücü. Hoş geldin. Hoş geldin. Akşamınız xeyir. Necəsiz? Ay ömrüm, sen tanıdım. Tanıdın da yaxşı. Biz seninle yorgan döşeği almıştım. Bəli, bəli. Bak getir yorgan döşeğini. Necə keyfiyyəti xoşumuza gəldi? Bilmirəm ki gerek seninle şey olada ya şeydi keyfiyeti gerçekten getirsin bakın. Hardasınız tez danış rahmimi daratma. Mağazin Hövsa qəsəbəsində yerləşir. Başladı, Deməli ay birinə qədər də bütün məhsullara endirim eləmişik Optovoy qiymətinə. Az o neydi? Cilanın pastel dəstləri tək nəfərli olacaq 30 manata, taxt üçün olacaq 35 manata, orijinal pambıqda 100% garantisində veririk. Harada ürəyiniz istəyirsə aparıb yoxlatdıra da bilərsiniz. Gerçekten. Orijinal Cilanın pastel dəstləri tək nəfərli 30 taxt üçün olacaq 35 manata. Ne geçe pambığıydı o? Bəli, bəli, təmiz pambıqdır. Təmiz pambıq oxşuyur. Belə ucuzlu pastel dəstlərimiz də var. Bunları da qoymuşuq tək nəfərliyini 10 manata, cüt nəfərliyini 14 manata. Ölçüsü 2.40-ın 2.20-yə prostinasıdır.
2'nin 20'ye yorğan çıxılıdı, 50'nin 70'e yastığı üzərdə. Rəng çeşidləri də çoxdur. Bir dənə buranı çək. Uşaq üçün can dəsmalları, mikrofiber, təmiz can dəsmalıdır, su çəkməyi 100%dir. Qız üçün, oğlan üçün. Qiymət Bana bunu gönderipsen ömrüm. Bəli? Bunu gönderipsen bu lastikli değil mi? Yo, bu can dəsmalıdır uşaq üçün. Ay bunu değilim. Hansıdır baxım bir dənə? Yalan cezası elimdekini. Yo, o lastikli değil ama orijinal pambıqdır, təmiz pambıqdır o pastel. Ay diyelim lastikli bunun içinde ne var? Lastikli bax budur, bax sənə göndərmişəm. Bax, bunlar Yallah lastikli. cezası. onun içinde neler var? Baba yadigarım yansın. Diyelim bu nedir? O sənin əlində pastel dəstidir. Bir dənə prostinadır, 2 dənə yorğan üstündə, bir dənə Ben yorğan üstündə, zehlem iki dənə dedim də- pastelden. Oy onu katlayıp oraya o keçirene kadar rahmim çürür. Lastikli geçeydi. Sana bundan da göndermişim. Bak bundan, bunu tramvay markasına lastik getirebilirsin. yapsın. Ay ben plastiniyadan zehlem gedir. Ben yatanda sağa sola o kadar böyle kaşınarak yatıram ki o plastiniya dağılırsa bana kadar. Ay, En ben- geçey lastikli aşağıda biri kilitli Bəli, kalır orada. Sənə bundan göndərmişəm də lastikli göndərmişəm. Bana Belizar deyin. Belizar. Belizar, yaxşı, Belizar olsun. Bax Belizar. göndərmişəm bundan. Bax bunun tək nəfərliyi 20 manatdır, 2 nəfərliyi 26 Buna manatdır. Orijinal Buna versek çok daha şahakul ederim. Çok daha şahakular. Trendi firmasınındır. Bu da geçer. Bu ne de ömrüm? Hansıdır o baxım dənə? O Pakırvaldır. Pimakoton brendinin, Monster brendinin Pakırvalıdır. Təmiz pambıqdır. Neydi el? Hem su keçirmeyendi bu. Yo, üstə örtmək üçündür. Yayda üstə örtmək üçündür. Həm də Pakırval əvəzi işlədə bilərsiniz. Ay o su keçirmeyen var. Bende biraz kadınsal problemler olur. Yo, su kesmez hal-hazırda yoxdur. Bir də zəhmət olsa canlımızı Gerçekten de. Platinyanın altına sarırıq. Bunu argızlar bilirsiniz derdimiz aynı. Belizar, bir də zəhmət olmasa deyə bilərsən izləyicilərimizə takip atsın. 50.000 olmağımıza son 2.000 qaldı. Bakın görüm ne kadar kalmaz. Bunu takip edin. Bu ben Zəhmət olmasa. Tamam. Ne olur Cihanın takip pastel edin. dəstəyi, tək nəfərlik 30 manata, taxtısı oldu 35 manata. Bir dənə də Gabra Hermesin ədyal var, onu göstərəcəm. O senle o edyalarda bilirsen mi ay ömrüm canım benim. Hadi 50'lik bunun takipçisi ne olur? Bu telefon tutan kimdi? Telefon tutan Salam. yoldaşımın bacısı. Yoldaşının bacısı da. Ay he İsa'la. Bax, deməli bu Cihan pastelinin dəstinin üstünə özəl, bax belə bir pakırvalda ala bilərsiniz. Hermesin ədyalıdır. Həm pakırval kimi istifadə edə bilərsiniz. Həm də gündəlik üstündə Geçerdi. Geçer. Bir uzan görmeyelim. Bir yetişir misin oraya? Yox, mənim boyum biraz hündürdür deyə, ona çatmaz. Nedir boyu? 200'lü ədyalıdır. boyun hündürdü. Ha, hündürdür ha. Ay seni kim kandırdı tatlım? Boyun kaç? 1.82. Ay yok şükürüm sen Allah. Herhangi bir 82'de 1.72 yok şükürsen. Valla 1.82'dir. Allah hakkı 1.82 değil. Sen telefonda da görsen de canlı görsen el olmaz. Orası büyüktü kız bunun. He? O elindeki ne çiğ ömrüm? Bunun qiyməti 55 manatdan 35 manata düşübdür. in. Və Yarım ay ver. bizə qədər bütün məhsullarımız endirimdədir. Gəlib yaralana bilərsiniz. Bak takipçi 49.000 oldu. Sabah Nərimanov ərazisinə, Əhmədli ərazisinə çatdırılma pulsuz Sabah olacaq. Nərimanov Əhmədliyin eşçiləri çatdırılma, pulsuzluq qalan hər yerə çatdırılma, qapıya qədər 5 manatdır. O canım benim. Onu da çattırırsan onu. Nəyi? Bəli. De onu. Nəyi? De o altta bir şey vardı. Onu da çattırırsan mı acaba? O da Ben- gel. O bak o öyle. O hay Allah. O Belə ne? divan üstülərimiz var, nabuk divan üstüləridir. Bir tərəfi Onu 2 da çatdırır mı metrəlik, bir gene? tərəfi 3 metrəlik nabuk divan Aa üstüləri. bu ne şeydi? Bu şey değil mi? Divan Çalmak. içindir. Ne içindi? Divan üçün, divan üçün. Divan ne harısın koysan onu? Divanın üstünə atırsan, oturan hissəsinə. Bir tərəfi 2 metrəlikdir, bir tərəfi 3 Qiyməti metrəlik. neçəyədir? Divan üçündür. Qiyməti 20 manatdır. Aa ne şeydi? Nabuk divan üstüdür, orijinal maldır. Bana bak bir şey eləyə mi sana? Gel belə bir şey eləyək. Mənə dinlə ay qaqaş. Adın nədir ay oğlan? Ay Allah gözüm də gedir ora. Adın nədir? Adım Tayfun. Bak kız güldü. Ay Tayfun bir şey diyeceğim ömrüm aşkım. Buyur. Elin yorganından götür ciddi şey danışacağım da. Buyur de. Allahu Ekber. Tayfun gel böyle bir şeyle. İndi yayınımda 33.000 nefer var. Aha. Bak seni de takip elədilər. İndi bir dənə yayınımdan 2 nəfərə. Ama evli. Hakikaten onu bilək ki bu evlidir. Ya da ki təzə nişanlanan, təzə evlənən çiftə. Belə deyək də, təzə nişanlanan, evlənməyə doğru gedən. Hə, qəşəng bir dənə hədiyyə gözəl ama ha, belə ucuz deyil. Kaliteli nə hədiyyə eləyə bilərsən? Bax, belə bir şey də verə bilərəm, cehizlik. Hə, az cehizlik ver, nasıl cehizlik gəlsin kız? Qoy görüm ələm, nə verirsən? Draklet şey vermə. O nədir sən Allah, bir manatlıq. 1 manat deyil, 35 manatdır, 55 manatdan 35 manat. Aman, o yoxda belə kaliteli, bahalı bir şey ver də, hə?
Bahalı nə verin? Bax nə deyirsən? Görsət bir dənə. Bəlizan öz seçdin hədiyyə. Ay 2 nəfərlik indi bilmirəm boyu nədir oğlanı. Az kim evlənir yayınımızda? Ay hamı yazır mən evlənirəm. Elə zırt. Yalan danışmayın. Hadi evləndin. Kız aşk Gökə bilir ya. Sən seç həmən. Ara evlənibsiniz. Yalan Həmən danışmayın. şəxsi Allah- sən seç. Sən də burada nə deyirsənsə verəkdə problem deyil. Mən onu kanıtlayayım ama bilim ki bu dəqiq bu vaxtı evlənir, bəli, bu bəli. vaxtı nişanlanır. Ya da ki təzə nişanlanıb təzə evlənir. Mən bunu Nə bilim ki... istərsə burada, yəni bizdəki mallardan nə istərsə, yəni problem deyil. Nə verə bilərsən? Yaxşı. Onda ama plastinya, yorğan, başqa geçə belə bir dənə cezdi hazırlaya bilərsən, ona bir çəkiliş eləyək. Ha, problem yoxdur, eləmək olar. Hə? Həm sən takip eləyərlər, həm təzə evlənənlərdən bizdən bir hədiyyə gedər. Nə olar? Eləmək olar, olar. Bir gözəl bir xeyir. Amma çox yox da bir nəfər, maksimum 2 nəfər eləmək olar. Elə yox, yəni evlənəndə 5 nəfər evlənilmir axı. 2 nəfər Yox, olur. indi bəlkə indi orada indi sənin canında 30 min, 40 min adam var. Bəlkə o Aa, yok hayır saçmalama. Hayır o gene bütün hamıyı da liftçi turistini mən verim. Elə yox. Yəni məndən evlənmir ki oğlan gedib bir Özünüz də gələcəksiniz. Bilmirəm ki. Həmin şəxsi özünüzlə birlikdə gələcəksiniz bura. Az gəlim, elə şey eləyək Niko. Ha, elə olsa lap əla olar ki. Özünüz də gəlin, canlı çağırın. Həmin şəxsi Mənlə istəyir, məsəl üçün. Əgər təzə evli çiftlər falan görünmək istəmirsinizsə, siz kənarda durarsınız. Mən sizin hədiyyənizi verərəm. Yəni əliniz Elə lap əla olar, bax, çox qəşəng olar elə. Hə, az eləyək elə şey, təzə Elə sənin özün də burada baxarsan, seçərsən, məsəl üçün indi. Amma bir şey hansını deyəcəm. istərsən onu da hədiyyə verərsən. 34 min nəfərdən hani bir nəfərə mi? Onda belə eləyək. Gəl belə qəşəng bir şey. Onda belə eləyək. Getsinlər, elit tekstili həm takip eləsinlər, həm də onların son videosuna qəşəng yorum yazsın. Hə. Ən çox bəyəni gələn evli çiftə də hədiyyə eləyək. Hə, bax belə bir şey eləyə bilərikmi? Sənin səhifəni takip edəcəklər. Girib ən son postuna qəşəng yazacaqlar ki, biz təzə evliyik. Az biraz drama queen yedik. Ən belə ürəyə şeydir, çeçi bir tərəfə. özünüz seçəcəksiniz. Bildimi amma Velizrad özün seçərsən çünki orada indi Hədə ən çox like kimə gələrsə Bəlkə sabah. Ən çox kimə layiq gəlsə, Sabah həmin axşama insana qədər ən çox like sənin son postuna, səhifəni takip edib son postuna. Ən çox like yeni çiftlər, evlilər, nə bilim təzə evlənənlər, çaka çikolar, yox, təzə çaka evlənənlər, nişanlananlar. Ən çox kim yazarsa, ən like-ı çoxalarsa onlara bir dənə gözəl bir dəst. çox Ha, gözəl. problem yoxdur. Ama İnşallah. tanıtlayacaksın ha. Erinle, arvadınla evlendiğinin o zaksını atacaksın bana ki ben görürüm ki bunlar Ben evlen. Eliza'ya arkadaşlarım. Bicdi eləyib yalana bana demeyin evlenirik. Ben o zaksı görmeliyim ki sen o Mehmet Gedeyle o Ajlelüğün kızla evlenirsen onun tarihini görürüm. Ondan sonra. Ya böyle bir Ha, problem yoxdur. Nə desən problem deyil. Hədiyyə Canım verirəm. da gelip çekiliş eləyərəm ömrüm ayaqlı. Gözüm de gedir o yorganlara. Çox sağ ol, təşəkkürlər. Tamam. Bu astıqlarımızda var. Asil bir dənə bunu da görsət. Gör 30 ekrandan, manatdan- gör ekrandan o yorgan geçek görünürse gör realde neter o yorgan geçek görünür. Buyurun. Şey deyək. Geçeydi ya da. Ay çok geçe, çok geçe. Bəsdimi Rahimdən aldı. Dəsmallarımız cütü 5 manat, hər qiymətə var. Aha, di yaxşı. En geçe çekiliş eləyək, oldu mu? Ha, problem yoxdur, oldu. Səhər alırsan mən de mən qaçım. Naxçıvan. Of, yaxşım. Onda biz seninle mütləq diyalog kuracağıq. Oldu, problem yox. Oldu. Canım benim. Çox sağ olun, gəzərsiniz. Hər kəs takip eləsin, zəhmət olmasa. Az bir dakika kamera Az biri de ben gidip oraya komentere yazdım ki birbirinin içinizde ara veririk. Şaşırma düşete yazarsa. Yenə 4-cü səfər evlənsə verəcəyik sənə. Canım sen. Bir tane kamera 5 saniye sabit tut. Hareket eleme. Aha, buyur. Şəklimi çəklə. Yok. Yorganlara bakıp gedim. Ha, bəsimdir benim bugünlük. Öpürəm səni, özünə çox yaxşı bax. Çox sağ ol, Allah razı olsun. Bak 40 min oldu, takipçinizde tam 40 min olub. 50 min, çox sağ ol, təşəkkürlər. 50 min olub. Tam evsən gətirbəs. Davay. Çox sağ ol, təşəkkürlər. Hədiyyə atanlar, Çox sağ olun. Takip atanlar, ekran Canım beğenenler, girin son postuna yazın. Son postuna yazın. Takip edin. Son postuna geçe yazın. Kanıtlayak. Ben gelip çekilişini eləyəcəm. Davay, ben vızıttım. Oldu, çox sağ ol, çox sağ ol. Öpürəm. Sağ olun. Ay Allah, öptüm. Oy. Naxçıvanlara kurban olum az. Değil mi? Ne geçe insanlardı Naxçıvanlar. Ürəkli olurlar. Bu klima hiç isti vermir. Rotan. Söndürmüşe bak ya. Çok ürəkli olurlar. Yazdı o metropol çekilişine. Az sana be metropol çekilişinden çekiliş yazdı. Ne dediler?
İkisi de okeydi. Kızın ikisi de biri de bak, ikisi de Bakıdadır. He? Sen gel işine gidecek, bir de metro. Bir HGL işine gidecek, bir de metropola. Çekip yorumda yazarsan As bana. görmüş İnsanlar inanır. O attığınız yorum var ya, attığınız yoruma özünüz, öz kommentinize şeklinizi çekip koyarsınız. İnsanlar bile ki hakikaten gidipsiniz oraya. Yaxşı mı? Yoksa sonra diyerler ki qohum əqraban görürler. Sen beli zar. Bilmirsən insanları. Gidipsiniz o komenti yazanlar. He, komenti yazan, o kazananlar. O komenti şey yapın, altına da şekli atın ki bile ki gidipsen. Hi, Hay. how are you? Ay rahmimi daralttın sen. O zehlim gedirmez böyle şeylerden. Ay hiç hoşum gelmir. Ekrana da koyurlar. Ay oradan gelir. Canavar buradan gelir. Elle de alır mikrofonu yalar. Kazanacağız. Ekrana bastık hediyeler. O isteyeyim ne bileyim sesi yayınlara. Bu yetim tükürür. Ben bu sesini. Bunlar dedi kenara. Sabir'in kardeşisin sen. Ay iki kardeş yaman böyle üstüme gelmişsiniz. Böyle bir şey. Neylemiş? Ele yok da. Sabir'in kardeşi de. Neçə yaşın var? 21. 11 mi? 21. 21. Sen hardasan Sabir fingir gezdirsen gezmirsen sırada kardeşinde düzey. Ben Sibir'deyim. Ha Sibir'desiniz iki kardeş öyle mi? Ay Sabir harda dömrüm? Sabir bilmem şehirde var. Sen özün oradasın. Belki atırsan diyeceğim prosto atma. Ben bir tane reklam var. Olar mı ondan eleyim sonra dönüp sana? Elçin. İnanırsak Sabir üçün boşanmışam. İyi, sen daha yaxşı gelirsen gözüm. Allah hak senden daha best friend olmak istedim. Best o ona best o. Yaxşı, necə istəyir? Yaxşı sen tatlısın. Dur sen takip edeyim sen de beni takip et. Yaxşı. Hadi gelirim. Hı? Kesin Geçeydi. Sırada kardeşim. O best Sabir o da. Ödü de Sabir popülerler. O Sabir best popüler elədi. Sırada kardeşindadır. Girim elim attıran popüler olurlar. Özlerine gidirler. Kız tapırlar, beni bırakırlar. Hı? Kesin sakit şu an. Hiç bilim bana bir hayır olur. Ay bacı ne bir kere değiller gel oturak çay içeğe. Ne çaka çıkıyor işle zırt. Allah hakkı. Reşat gel buraya Reşat. Buna da yok. Tamam ya da. Salam aleyküm. Reşat şokta da ömrüm ne olur Reşat aşkım sevgilim hayatım. Ben şeyler bizim şeklimizi düzendirdiler. Onu da şoka düştüm. Reşat'cığım PlayStation doğru nerede? Bəli, PlayStation'da. Bu oyun neçədir Reşat'ım? Oyun set düzeldirik. Ne düzeltirsiniz? Set. Tek mi? Yan seti. Set yancısınız. Bəli, bəli. Hangi restoran? Bayılda. Hangi restoranda? Leon PlayStation. Leon PlayStation yorum yazsınız. Çok Sağ olun. Sağ ol. Yaraşıklı olanlarsınız ha yorum yazsınız. Dersiniz rahmim daratmayın. Kişi olanlar değil mi kız? Reşat idi. İstəyirlər, hə? O bizden şu an idi. Yazıq, Reşat şokdaydı. Reşat deyir ki elə bizim şəklimizi düzəldi və yan yana. Yeter, onunla yan yana, kişi olanlar idi. Bayılda, seks onda biç mi dedi, ne dedi bilmedim. Yine PK'mız var, öyle mi? Aa, 3 tane diyor. Yok bu öyle bir şey değil. Bu öyle de şey değil nerede? Kız işte reklamdı ya Allah'ın cezası. Zerif Store nerede? Hardan tapır böyle reklamları beni yandırıp yakın bu. Görün bu nerede? Ay. Kavgaca sattılar. Kavgaca. Alo. Bəli. Salam hanım buyurun hoş geldiniz. Salam, sağ olun. Siz necəsiz? Çok sağ olun Zerif Store hanım buyurun. Aha onlar ne değil hay Allah. Göndərə bilirik ki. Az çönder gören nerede onlar maşallah oy ne güzel şeyler ne güzeldi. Az o nerede o mene okşuyor balaca boş kapının üstündeki. Çox qəşəngdir, ən keyfiyyətli. Kamerayı döndü. Döndürə bilsək döndürəcək. Gönderin Allah'ın cezalarını rahmim daraldı. Elə mənim də rəhmim dağıldı. Az o kız nerede o? Aman mene okşuyor o. Onlar balerinadır. Həm yemək Mesela boş kapının üstünde niye öyle şeyler var? Bana meraklıdır. Özümüz dizayn eləmişik deyə ona görə. Özün dizayn eləmsən. Gələm yani yemeğe ona bakıp yiyende dadlı olur. Ay sağ olun. Hər bir modeli var, hər qiymətdə də mağazada. Aa rahminin ne açım ona bak. Aman. Salam gördüm Salam. sizi. Necəsiz? Salam. Çok teşekkürler. Sizin yerinizde öyle mi Zerif Hanım? Yox, mən burada satıcıyam.
Və o bəy kimi idi elə özünü soxuşturdu kameraya. Soxuşduran bəy müdürümüz idi. Ay canım müdür bəy necə yaraşıqlıydı. Necəsiz, nə var nə yox? Sağ olun. Qəbul elə PK canım mənim. Allah kahretməsin kız. Bu ilk dəfə TikTok açanlara çıldırıram. Hə. Əlbəttə, ilk dəfə çıxdınız bu sayı. Olsun. Adınız Zərif xanımdır. Xeyr, mənim adım Dilbərdir. Dilbər. Aha Dilbər. İndi özünü niyə göstərsən ki, arxa kamera açıb millət şeyi göstərəydin keşke. Modelləri şey göstərərəm. Gözünün çevrini də Yaxşı, birinci özünü göstərdin ki, sonra modelləri göstərəsin. Yəni qavqaşağı göstərdi, özün qavqaşaqsan. Ay bacı, yəni Hə, belə. qavqaşağı. Ad elə yox, arxaya açda qavqaşağı göstər. Əlində niyə? Ay canım, ay Allah. Gözlüyüm Dilla özünü də göstərəcək. Ha, ay aşkım, yəni arxaya aç ki, qavqaşağı rahmin daraldı. Deməli, bak indi, aha, bir də ki, ha. baxın göstərim sizə sizin aldığınız qazan dəstindən də hansı ki bizim mağazada 190 manatdır. Baxın siz almışdınız məncə 210 manata, bizim mağazada isə 190 Nə deməyə çalışdın? Mən loxam deməyə Yox, çalışdın. siz lox deyirsiniz. Sən nə deməyə çalışdın? Deməksə ki, Allah'ın loxalar size gedib səni soxuşturdular. Bizim mağazaya gəlsəydiniz, hətta Araba inanmam. söz soxuşdurdun bana. Yox, 170 manata da verərdik sizə, inanırsınız? Ay canım sen. Neyin var? O indi kanalı. He Allah'ın cezası bana söz soktu. Aha indi neyin var neyin yok danış görüm. Harda Hər şeyimiz var da, sırf cehizlik. Neçə git açıqdı yeriniz? Saat deməli mağazanın saat 10-dan 10-a açıqdır. Artıq 9-cu gəlini necə deyim, bu mağazadan köçürtmüşüm. Baxın, bunlar da sırf bizim cehizlərimizdir. Qırmızı lepti göndəririk, görürsünüz? Analara sırf əziyyət verməməkdən ötürü qəşəng baxın, hədiyyə kloklarına qoyuruq, qırmızı başına Darısı bağlıyıq. mənə inşallah lokko alar lokko. Aha. Siz narahat olmayın, biz sizə göndərərik. Nə istəyirsiniz göndərərik. Ay hansından evlərim abzacıdır. Aha. Çox qəşəng bir baxın, ofisləriniz, evləriniz üçün bəzən. Neçə dolar ay Zərif? Bunlar adım Dilbər. 14.30-lu mağazamızın adı Zərif Homdur. Mağazamız yerləşir Xırdalanında, Sofra restoranı üzbəyiz, Af Parkın düz girişi İmsa restoranının yanı. Ha, Dilbər onu neçəyə ömrüm? Deməli 14 manat 30 qəpidir qiyməti. Dilbərə bax, Dilbər qızılını nətər göstərir qızılını. Vallahi qızıl deyil, prostoydu. Ay Allah'ın cezası. O rənglə qız o lak rənginə zehlim gedir. Hə. Evet. Baxın, budur, yeni gələndir. Belə bir də dəyişik bir şey göstər. Wow deyə. Bu nədir belə? Göstər. Wow deyəcəyiniz bir şey deyim. Gözlüyünü sizə göstərim. Onu özüm. Qəşəng kristal daşlar. Belə bir şirniyyat qabıdır. Onu yusağı tökülməz mi oradan? Yox, kleyləridir. Baxın, ən yüksək keyfiyyətlə bərkidilmişdir. Hansı ki, baxın, qızılları da gedən bir material deyil. Həqiqətən də çox möhtəşəmdir. Neçədir bu əlindəki qız? Qiymət olaraq 29 manat 50 qəpidir. İri ölçüsü də var, iri ölçüsü də deməli. 31 manat 50 qəpidir qiyməti. Baxın. Oo, az niyə elə bahadır ömrüm? Vallahi siz Xırdalanı gəzsəz görəcəksiniz ki, ən ucuz Xırdalanda sırf Zərif mağazasıdır həqiqətən də. Hə, bu görüm ay dostlar, onu yaxşı deyilmi qiyməti qız? Qiymətlər Həqiqətən də ucuzdur. Və mamağa bax, kredit falan versən. Bəli, daxili kreditimiz də var, bank daxili kreditimiz də var. Aha, tək şəxsiyyət vəsiqəsi eləmi? Bəli, tək şəxsiyyət vəsiqəsi bəsimizdir. Yaxınlaşırsınız. Neçə faizdə verirsən qız? 20%, bir də 35%. Daxili kreditimiz 20%-dir, bank daxili kreditimiz isə 35%-dir. Bu isə sırf konfet qabıdır. Məncə çox möhtəşəmdir. Kristal daşlardan bəzəlli, bayaq sizə baxın belə qızıl. Allah haqqı normaldır. Bax, uyğundur qiyməti, Quran haqqı. Bunların bizə qiymətinə baxdı. Neçədir o? Belə hələ bir maraqlı bir qabımız var. Onu da sizə göstərim. Çox qəşəngdir o da. Baxın, düşünən adam da, hərçək mən bunu içalatı olan adam deyirəm. Bax, bu gözəl. Mənim içalatıma oxşayır elə, yoxdur içalatım. Özü belə sonda ürək formasındadır, görürsünüz. Amma keşke ay bacı ne olardı bilsənmi? Bu boşqabın rəngi də qızıl rəng olaydı. Ay. Qızıl, inanırsınız hələ bəlkə 99% ümumiyyətlə xanımlar qızıl rəngi sevirlər. 1% Ya da bilirsən nə rəng olaydı? Boz rəng olaydı, üstündə də o qızılı şey. Bax, mən belə boz rəngli boşqablara falan bayılıram. Mən boz rəng... Baxın, bunun görürsünüz necə parıldayan, həqiqətən də xrustaldan heç bir fərqi olmayan bu gözəl modelin qiyməti 10 manat 50 qəpidir. Hə, və mənim adımdan gələn indirim var mı qız? Əlbəttə 10% Əlizar müəllimin adından gələnlər 10% indirim. Mənə bax, onda dostlar Zərifə xanımın şeyinin... Zərif Home, mağazamızın adı Zərif Home'dur. Mağazamıza yerləşir Xırdalanında. O kişinin arvadının adı Zərifdir, elə mi? Arvadının adını açıq. Deyəsən nənəsinin adıdır. Hə, o müdür. Nənəsinin adı Zərif. Nənə. Deyirəm nənəyə baxın, nənəyə bax. Maşallah, demək oliqarx nənə olub. Oliqarx nənə olub ki, nəvə də onun adını qoyub. Ay, demək bizimki də Allah kahretməsin. Ay, baxın. Baxın, bunlar da yeni gələn çapqalarımızdır. Çox qəşəngdir. Bunun dizaynına baxın, bunu da göstərim sizə. Nəvəsi qəşək girənli yerif. Görürsünüz, az güclü yerif. Ay, qəşəkdir qız. Yerin adı yerləşir. Çox xoşunuza gələcəyiniz mağazamız yerləşir Xırdalanında, Sofra restoranının üzbəyiz, Af Parkın düz girişi. Mağazamızın yanında Emsa mağazası da var. Nömrəni də görüm. Deməli, 051 Qəşəkdir, bu qəşəkdir. 798 90 98. Şərab bardağınız var, bacı? Şərab bardağımız da var. Bunu göstərim. Deməli, nəlbəkilər də niyəjavikdir. Yəni paslanmaz poladdır. Rahat şəkildə alıb istifadə edə bilərsiniz. Belə bir şey. Az şərab bardaqlarına baxın.
Baş üstə göstərim. Hələ buna baxın. Bunu da göstərim. Ay, Marat Hayır kızının bardağı. Babu geçip bu şarap. Wow deyəcəyiniz bir modeldir Az həqiqətən. bana ne olur o şarap bardağından alt tane gönder diyor mu? Baş üstə, baş üstə. Siz konum atarsınız, göndərək, narahat olmayın. Bunlar şərab bakalı deyil. Var. Bunlar şərab bakalı deyil. Bunlar sırf deməli çərəzlik və sunumluq üçün nəzərdə tutulan bir qablardır. Yəni şərab Az o deyil. çerez bardağıdır. Bana şarap bardağı göster. Şərab bardağı narahat olmayın. Ve bana bak viski bardağı da var. Bəli, izləyiciləriniz bizə izləsənlər inşallah narahat olmayın. Altı yox, Az o siz viski 12 değil o çay bardağı da Allah'ın cezası viski bardağı. Ay, bəli, Zarif, bir dəfə ki viski içmişəm. Hardan bilim, baxın, çox qəşəngdir. Bax beləsi var. Bu geçeydi viski. Qəşəngdir. Geçeydi be. Rəngi də qəşəngdir məncə. Geçeydi kız hamısı var ucuz kanadı. Geçeydi kız ucuzdu Hələ ha. bunun ucuzunu desəm şok olacaqsınız. 6 ədədinin qiyməti 5 manatdır. Yəni heç bir yerdə bu bakalı görə bilmərsiniz də həqiqətən. Deresi Hələ 5 bu- manat onları. Yox, 6 ədədinin qiyməti. 5 ədədinin yox, 6 ədədinin qiyməti. 6 deresi 5 manattı. Aha, bunun da 6 ədədinin qiyməti 3.90. Az da geçe ucuzdu. Çox ucuzdur. Yenə deyirəm, Xırdalında ən ucuz mağaza bizim mağazadır, sırf Zərifon. Bu ne çeydi? Deməli 6 ədədinin qiyməti 11.20. Hələ buna baxın. Bu ne de kız Gazan. Qazan bu üzə Baba ben evlensem böyle şeyler alırım. Öyle kemerli güneşli tarzı sevmirəm. Çok öyle Sultan Süleyman. Bak bu geçeydi. Bu neydi? Bu ne geçeydi? Aşk görüm kazançlı kız. Ay bundan ne kişi güçlü olma çıkar. Aşk görüm ağzını. Bu yemək pişirmək üçün deyil. Yemək isidə bilərsiniz. Çox qəşəngdir. Yemək Bu isidə yemek bilərsiniz. pişirme için kazan değil. Yo. Onlar da sırf baxın. Hələ buna baxın. Fincan o. Az bu ne geçeydi? Fincandı bu fincan. En pahalı neyin var? Ən bahalı. Böyle bana en pahalı göster ki denen ki verizar. Bu store'un Nergiz Ay Zerif store'un en pahalısı budur. Ən bahalısı 320 manat olan belə bir dəstimizdə, hansı ki təbii onyx daşdan hazırlanıb. Sağlamlığa heç bir ziyanı yoxdur. Steyklərinizə belə yağsız bişirmə ehtimalı var. Dəmir qaşından da rahatlıqla istifadə edə bilmərsiniz. Nəyə görə? Çünki cızılma olsa ömürlük qarantiya yoxdur. Şirkət belə öz necə deyim, ömürlük qarantiya verir. Dəst olaraq 310 manatdır. Hal-hazırda 415 manatdan düşüb mağazadır. Geçer. Onda benim adımı verene, senin profilini takip edene, Neftçilerde yerleşir yeriniz. Yo, Xırdalan. Ay Kırdalanda yerleşir. Tez nömrə gedim. Xırdalanda deməli 20 yanvardan deyəsən 135 gəlir mağazamıza. Bu isə sırf onun Bana ne olur o viski bardağıyla sadece o almalı kazanı hediye verirsiniz. almalı qazan hansında deyirsiz? 2 ölçüsü var. Bu ölçüsüdür, bir də böyük ölçüsüdür. Böyük. Böyüyü, bir də ki 6 ədəd viski. Onda balacasını verirler, şeye sıkıştırın ben xaladeniyel. Bu çok Bir güzel. bunu. Şərab bardağı bir de viski bardağı. Okey, baş üstə. Qızılı rəng olsun, yoxsa rəngsiz olsun? Var başka renksiz kız. Rəngsiz ağ olmalıdır. Bilməm amma o viskidir ya, viski deyil. Belə bir şeydir. Neyse ben özüm bakalım. Az o viski harada? Yok o Nə viski. bilim, bilmirəm axı. Ben namuslu hayat yaşadığım için bilmiyorum öyle şeyleri. Siz de elərsiniz, elə mi Dilber Hanım? Hayatımda hiç kullanmadım, bilmem ne demekti o. Yox, içməmişəm. Yalnız gerçekçi bir de soruşun viski bardağı ne demekti? Ay canım sen. Dilber sen de var ya yaman fenasın ha Queen. Bardağı nerede? Canım sen kız. Tamam hadi öpürəm. Adımı verene de 10 faiz Çok sağ ol, Allah getirin. razı olsun, Alın kız teşekkür ucuz ederim. kanadı. Nerede? Neftçi. Deməli, Xırdalanda ən ucuz mağaza Zərif Home-dur. Vəlizarın adından yaxınlaşanlara da 10% endirimdir. Baxın, göstərim sofra restoranı ilə üzbəüz düz Emsanın yanında mağazamız. Saat 10-dan 10-a da açıq. Hər gün Öpürəm işləyirik. sizi. Mən Canım də sizin öpürəm, sağ olun. bol urzu bereket kazandınız. Təşəkkür. Sağ olun. Aziz hanım sağ olun. Hiç bile reklam veren var. Gerçekten Allah çeşit olsam pul peresi yığardım her şeyimi. Öyle istedim ki özümü teşekkür Belki evlenek. Ha. 2-3 gün toy ediyoruz. Yumrucuk olsun. Ha? Evlensem ne pullu kırarım bu toydan buradan. Kız Seka Kulüp nedir bir bakmıyorum. Seka Kulüp nedir? Seka Kulüp. Nedir o Seka Kulüp? Otur. Ha? Otur. Niye? Otur da deyirəm. Nedir o? Otur. Oturdum. Evet, devam edelim. Ha. Neydi kız? Ha. Demeyeyim elə mi işinə? Salam, necəsən qardaşım? O neydi kız de görmem. Meraklı da o neydi? Salam. Salam, xoş gördük. Ha madilik var. Neyse bir problem var. Salam var yayındadır. Necəsiz? Şükür. Ne ters gelir hayat. Allah köməyin olsun, şükür olsun. Ay sizden uyarı var ama. Məndə yox, sizdən gəldi. Sizde de uyarı bende değil. Böyle bir şey diyebilirik. Yayını tezden bağlayıp tezden açıp mənə ile PK atabilirsen mi? İnşallah. Ama uyarın geçsin. Az uyarı gelir. Tezden yayını açın. Tezden isteyetin uyarınız geçsin olar. Olar, ancaq məndən gəlmədi.
Sizden gelir. Bende uyarı yoktur. Rahmimi daraltma. Senden gelir uyarı. Ne sigaret falan çekmeyip yayında? Evet. He? Niye uyarı gelir be senden? Yayını bir sen bakar. Bağla. Tezden aç çünkü senden uyarı geldiği için bende de uyarı olur. Ona göre. Başa düştüm. Ola PK tak. Rahat ol ya PK tacıyım. Yaş canım ben. Bir tane yenile gel. He gitti uyarın gedif gel. Gel. Uyarı niye gelir ki? He, başa düştüm niye geldiğini uyarız. Aman ay TikTok saçmalama ya. Uyarın ya yazıktan niye gelir uyarı? Kız ben indiden gelir niye? Buyurun kabul edin. Ha, haralısınız? Cellabat. Cellabat. Ne şey? Cellabat'ta kalırsınız. Hayır, yine de. Kartlanma. Kulağım gitti. Kart. Öyle bir çalmış koy böyle 6 gün kartlanırsan sen. Asla senin vaktin. Oo git şimdi. Kart. Aha. Hadi kalırsınız. Yine de. Yine de kalırsınız. Neçə yaşınız var? 48. Deli xərçəngisiniz, elə mi? Hayır. Gaza. Gəza, boy, maşın partlayıb. Yanı bizim yanı. Yəni evdə mi yanıb, harda yanıb? Evde. Vay, ne partlayıb? Pletkada yapmış. Pletkada nətər olub o? Kardeşim yüzüme pletkaya koyuyor. Çok seviyorum. Qardaşını mı vurub? Pletkanı yüzüme koyuyor. Boy, neçə yaşında? 40 günlük uşaq olanla. Dədəydə. Aman, bilmədən eləyib. Bu Allah yardımcın olsun. Sağ ol. Aman, qardaşın hanı? Evində. Aranız yaxşıdır? Səndən neçə yaş böyüdü qardaşın? Məndən 2 yaş böyüdü. 2 yaş. Ana, neçənci dərəcə yanıq gedir bu? Dərin yanımda mən efekt koymuşum. Yo, niye? Neçənci dərəcədə yanıq gedir bu? Ona ne deyirlər tibbisel? Hayır, indi sən mesela buna göre maaş alırsan ya da ki bir doktora gidirsən deyirlər ki neçənci dərəcədə bu 4-cü dərəcədə ən ağırdır da, elə mi bu? Bir olar da gözümdə ağrıyor. Oo, neçə yaşın var? 48. Ay mama, az Allah uzaq eləsin, az uşaqlarınızda falan. Oy, düşünsene kız uşaqlıqsan, kardeşin gelir üzünü pletkayla basır. Ay niye sen uşaqsan, anan, atan, oy az adam deli olar ya az. Boy, geçmiş olsun. Allah uzaq eləsin kız, amin. İştiyi verirsən mi? Evet, çok sana hediye atanlar olur. Evli bekar? Evliyim. Neçə uşağın var? 6. Ne qədər? 6. Bir dakika kız səhv eşidirəm. Neçə dənə uşağınız var? 6 tane 6. Wow. Neçəsi kız, neçəsi oğlan? 4 kız 2 oğlan. Vay, ben nətər baxırsan ay 6 dənə uşağa, nə gerek var, nə olur vay, yuh. Veren Allah'tır. Veren Allah'tır da indi. Yani sen her iki... Nətər danışın? Ha? Ay Allah'ım ya. Və işləmirsiniz, eləmi? Yanımda 3 uşaq var. O birisi kızlar böyüdü. Uşaqlarım böyüdü. Neçə yaşlar var? Maşallah, iyice olub keçib də. Mənə birinci elə ki balaca uşaq 5 yaşı var. Böyüyünün neçəsi var? Böyüklər 24-25. Neçəsi kız, neçəsi oğlan? 4 kız 2 oğlan. 4 kız, 2 oğlan. Maşallah, sağlıqlıdırlar mı? Şükür, elhamdülillah. 6 dənə uşaq, boy maşallah. Ben bana bak, indi işləmirsən, ha yetim, nətər baxırsan onlara? Necə? Deyirəm, işləmirsən, ha yetim, onlara nətər baxırsan? Şükür Allah'a. Oğlan işləyir də oğlan. Hə, uşaqların baxır sizə. Oğlan. Ne geçey, ne güzel. Sağ ol. Maşallah kız, Allah güç kuvvet versin. 7.yi düşünürsünüz mü? Sağ olun. Bakmayın, düşünersiniz siz 7.yi de. Ben mi? Ben? Size deyirəm, deməlim, divarla danışmıram. Evet, Direkt 7. yüzdə durursunuz, elə mi? Yo, bana birinci yoldaşım Rəhmətə gedib. 4 uşaq ondandır. Wow! İkinciden 2 uşaqdır. Allah rəhmət eləsin. Fabrika işləyir, elə mi? Fabrikanız işləyir, elə mi? Yəni 7.yə... Yok, orucu dayanırsınız. Şükür. Maşallah, yani ne bileyim, ne diyeyim, bir şey de desem, xətrinizə de deyir. Ay bala, Allah haqqı, bakın çevremde oligark insanlar var. Bak, Allah haqqı, Hüseyin. Sənə deyirəm, gəlinim sənə deyirəm, ne bileyim, qaynanam sənə eşit falan meselesi var. Ay bacı, oligark insanlar var. Adamın 30-35 yaşı var, evli daha neçəydi. Ne, bir dənə. Uzaq başı özünü cırsın 2 dənə uşağı var. Bak adamın milyarı var ha, desem kasıf dajından ölür, yok. 2 dənə uşağı var ya da bir dənə, səliqəli.
Yani baxırlar, eləyirlər, adamın altında nə bilim milyarı var ha, pullu pərəli bir ailədir. Bax nə olub, nə gərək var, 6 dənə uşaq, ay bacı, niyə nə arırsınız az, bir özünüzə baxın, nə bilim, yəni bilmirəm valla, bir dənə... Ziyanı yoxdur. Nə yaxşı, nə deyim, ziyanı yoxdur. Maşallah, o da 7-8-də pırtat. Ehtiyacı yoxdur. Məsələn. Maşallah, sən belə deyib gülən kişi yoxşuyursan, gələr o 2-3 dənə də uşaq gələr. Onu elə tamam elə. Canım sən. İnşallah. İnşallah. İlin atası seç. İlin atası seçək səni, TikTok'un atası. Qəhrəman ana olur, qəhrəman ata olmaz. Az qəhrəman ana neçə də uşaq pırtatmışdı? 10 dənə. Heç qəhrəman ata yoxdur eləmi? Qəhrəman ata eyni şey. Eyni şeydir də, sən də qəhrəman ata ilə ana eyni şey deyil mi? Sən də 11 elə qəhrəman ailə ol. İnşallah. İnşallah canım benim. Allah sana versin, beline güç güvvet versin canım sen. Hoş şeyin olsun, çok sağ olun, sağ olun. Maş. Az ne oldu bu? Az 6 tane uşaq öyle bakırsan. Düşünsene evde 6 tane viyak. Abi süt ver. Oy yazık ana, hansı birine geçirsin. Nece eksik böyüyürlər? Niye böyle çok uşaq lazım değil? Bir şeyden eksik böyüyürlər o 2-3 tane evlat. Allah da belki uşaqlardan soruşsan ki bir iki şeyden eksik büyüdüm mü diyecek ha. Lazım değil değil mi? Hansı birini yetiştirirsen, hansı birine sevgini gösterirsen, hansı zor değil. Yemək, paltar, gəzmək. Alt uşaq nətər gəzmək? Az mən adam özüne zor bakır kız. Ay ne bileyim 6 tane viyak.